Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Realın efirində baş həkimin vaxtıdır, sağlamlıq da çox vacibdir. Tənəffüs yolları bədənimizin oksigen mübadiləsini təmin edən önəmli bir sistemdir. Bu sistemə burun, boğaz, nəfəs borusu, bronxlar və ağciyərlər kimi bir çox orqan daxildir. Xüsusilə uşaqlarda aşağı tənəffüs yollarının infeksiyalarından danışacaq. Ümumiyyətlə, həkimimiz pediatr olduğu üçün düşünürəm ki, uşaqlara aid bir çox profillərə toxunacaq. Leyla Medical Center'ın pediatriya filialının baş həkimi, pediatr, pulmonoloq, həkim Lalə xanım Rəhimova baş həkimin qonağıdır. Həkim, xoş gəlmisiniz. Günümüz uğurlu olsun, xeyirli olsun. Təşəkkür edirəm ki, çağırdınız. Filialınız yeni açılıb. Gəlin ilk bununla bağlı danışaq. İstəyirsiniz, sonra keçək digər söhbətlərə. Baxın, pediatrik aspektlərə bağlı bir neçə xəstəliklərini və tələbata görə epidemiyaları nəzərə alaraq ikinci filialın açılmasında çox böyük ehtiyaclıq duyuldu. Bu səbəbdən Məmməd Araz 47 küçəsində bizim ikinci filialımız açıldı. Leyla Medical Pediatri 2 bölümü. Yəni Leyla Medical birinci filialımız kimi də eyniliklə 24 saat fəaliyyəti, pediatrların, dar mütəxəssislərin, konsiliumların cəlb olunması, yəni gündüz və gecə stasionarları və bir çox təcili tibbi yardım problemlərində pasiyentin yanaşması zamanı kömək etməyini yaratmaq istəyirik və yaratmışıq da. Profesional 20-25 il təcrübəli pediatrlarımız, dar mütəxəssislərimiz, tanınmış, belə deyək, yaxşı məndə tanınmış həkimlərin cəlb olunması hər baş həkimin çox böyük belə maraq dairəsidir ki, həstə uşaq gəlsin, müayinə olunsun və sağlam da evinə geri dönüş eləsin. İnşallah ki, ümidlərimiz böyükdür. Siz də həmin filialın baş həkimisiniz. Baş həkim, pediatrı. Filialın baş həkimi elə Realın efirində baş həkim də qonaqdır. Çox sağ olun, çox şadam gəldiyimə görə. Layiq olan hər kəs baş həkim, yəni titulunu, statusunu təbii ki, qazansın, layiq olan amma. Bizdə Azərbaycanda bir çox yaxşı həkimlər var. Təbii ki, hər hansı bir, mən özüm 22 il özəl sahədə çalışdığım üçün özəl sektorda işin tətbiqi, işin aparılmasını yaxşı bildiyim üçün yəqin ki, ona görə bu həvalə olunub mənim üzərimə. Çalışacağım ki, doğruldum. Sizə bol uğurlar arzu edirəm. Sağ olun, təşəkkür edirəm. Və təbii ki, söhbət uşaqlara gəlincə məsələ biraz həm dəyişir, həm də qəlizləşir. Niyə görə? Çünki böyük insanlar öz dərdlərini, ağrılarını ifadə edə bilirlər, amma körpələrimiz, bəzən hətta danışan uşaqlarımız belə öz narahatçılıqlarını cümlə olaraq ifadə edə bilmirlər. Ona görə də bu məsələdə təbii ki, ilkin məsuliyyət düşür valideynin üzərinə, ələxüsusda ananın və bunlar övladlarına qarşı diqqətli olduqlarında və pediatrlarla düzgün seçim edib, dostluq etdiklərində düşünürəm ki, biz çox problemlərdə uşaqların səhhətində, yəni köməyimiz dəyə bilir. İlk olaraq təbii ki, valideynlərin üzərinə məsuliyyət düşür, diqqət düşür bu öz yerində. Çünki bəzən mən rastlaşıram, uşaq bir narahatlığı olduğunda həmən evdə valideynin müdaxiləsi kiminsə məsləhətləri ilə, yəni həkim dediyimiz şəxsin deyil və dərhal antibiotiklara üst tutmaları falan, mən düşünürəm ki, bu çox ciddi problemdir və sabah o uşağın gələcəyində, səhhətində, inkişafında da özünü biruzə verir. Düz demirəm? Düz deyirsiniz. Baxın, bizdə Azərbaycanda ümumiyyətlə bir həkim olaraq, pediatr olaraq valideynlərə hər dəfə səslənirəm ki, müayinə etdiniz və sizin bildiyiniz qədərilə siz uşaqda tonzilit, yəni angina deyini şübhə edirsinizsə, həkim olaraq bildi verim ki, 80-70% hallarda tonzilitlər virusun və yaxud da gerpesin üzərində düşür. Yəni, boğaz qızardı, ana uşaq şikayətləndir ki, boğazım ağrır. Bu, o demək deyil ki, bu bakterial anginadır. Bakterial anginaların %20% üzərinə düşür. Bu da A qrup beta gemolitik streptokok, difteri, şükür ki, hələ ki, rast gəlinmir. Məsələn, Vincent anginası, bir çox anginalar hansında ki, antibiotikin verməsi önəmlidir. Tip 7-də durmur, inkişaf edir. Və indi protokol qaydaları da dəyişir. Protokolun qaydaları var. Şükür ki, biz də onun üzərində çalışırıq. Və müəyyən ekspres diaqnostikası var. Yəni, bir çox virusların və bakteriya, streptokokun həmçinin bir diaqnostikası. Bu nədən ibarətdir? Ekspres testlər ağız və burun selli qişasından götürülür və 15-20 dəqiqə ərzində cavab verilir. Cavabı almadan heç bir həkim qeyri-professional olar hər hansı bir antibiotiki müəyyən analizləri vermədən öncə tətbiq
tətbiq etsin. Bizdə valideynin əksəriyyətində mən hər zaman deyirəm, uşaq qızdırdı, qaçıb aptekdən ilk olaraq antibiotik alırlar. Bu düzgün deyil. Birincisi, antibiotiklər çox istifadə etdiyindən rezistentlik də azalır. Yəni, antibiotik versək belə, məsələn, dəbəminmiş azitromitsin molekulu deyim, çox yaxşı molekuldur, makrolit qrupuna aiddir, amma həddən artıq çox istifadə etdiyi üçün son iştirak elədiyim konfransda bunun üzərindən həkimlər getdilər, buna qarşı həssaslıq çox azalıb, %20%. O yüzdən biz məcbur oluq o sinifdən digər antibiotiklərini adlarını demək istəmirəm efir barəsində, müəyyən səbəblərə görə istifadəsi, ona görə hər bir halda həkimə uğramaq. Çünki ümumiyyətlə belə deyək, tibbin yazılmamış qanunu var. Əgər uşaq aktivdirsə, maye içir, temperatur rahatçılıqla düşürə bilirsinizsə və uşaq temperatur düşmə zaman aktivdirsə, 72 saatı evdə gözləyin. Yəni, ilk gündən həkimin yanına müraciət etsəz belə, həkim birinci gün sizə heç bir şey yazmayacaq. Ancaq yerli simptomatik terapiya, yəni qızdırma sağlıcılardan da valideynlərin sevərək istifadəsinə qadağa qoyuram. Əgər uşaq qızdırırsa, mübarizə aparmalıdır. Eynən. Baxın, mən həmişə demişəm, termometrə yox, yəni cihazda yox, uşağa baxın. Əgər uşaq aktivdirsə, ateş düşürücü dərmanlardan istifadə eləmin. Elə də məsəl üçün, tutaq ki, peyvənd zamanı, bəzi məqalələrdə peyvənd zamanı bu valideynlərdə biraz bu dəb halını alıb qızdırma sağlıcıların öncədən verilməsi və yaxud qızdırma sağlıcıdan sonra verilməsi bəzi hallarda peyvəndin effektivini azaltdığı üçün biz istifadə eləmirik. Bəzi peyvəndlər çıxmaq şərti ilə, məsələn, beta meningokoklarda. Bu hallarda, məsələn, qızdırma sağlıcı düşürtməcə effektivini azaltmır. Gəldi ki, digər hallara simptomatik terapiya 72 saat gözləmək və ondan sonra həkimə yaxınlaşmağınız tövsiyə olunur. Həkim, bir neçə gün əvvəl mediada belə bir xəbər yayıldı ki, bir sığınacaqda, yəni təbii ki, tanıdığımız sığınacaqdır, dost sığınacaqdır. Novruz bayramından sonra sıx, yəni bayram təbrikləri, uşaqları baş çəkməyə gedənlər, onlara hansısa bir qidalar, hədiyyələr götürən insanlarla sıx əlaqədə olandan sonra bir virus yayıldı. Hətta uşaqların bəziləri xəstəxanaya belə yerləşdirildi. Yəni, belə başa düşdüm, bu mövsümün aktiv virusu var. Bəli. Baxın, hər mövsümün özünə uyğun, belə deyək, epidemiya şəklini alan viruslar var. Əsasən, belə deyək, qış aylarında bu influenza virusudur, koronaviruslardır, respirator sinsal viruslardır, streptokok dediyim anginalardır, bakteriyal anginalar hansında ki, bəzən, məsələn, boğaz ağrısı falan olur, qusma olur, halsızlaşdırır uşağı. Məsələn, il boyu adenoviruslar rast gəlinir, enteroviruslar rast gəlinir. Yəni, bu virusları mövsümi xarakter daşıdığı üçün çox vaxtı ən belə deyərdim, təhlükəli viruslardan influensaya, bir də respirator sinsal virus sinifi. Ona görə bütün inkişaf etmiş ölkələrdə, içi biz xaric, daxil, daha doğrusu, şükür ki, biz buna gəlib çıxırıq, influenza və RSV virusuna qarşı peyvəndləşmənin aparılması. Düzdür, RSV virus hələ ki, geniş tətbiqini tapıb Azərbaycanda inşallah tezliklə buna da nail olacaq. Və virusların özəllikləri nədir? Çox tez yayılır və sıx oranda özünə gözəl bir şey, belə deyək, şərait bulur. Və qızdırmanın uşaqlarda ən çox qusma ilə nəticələnməsi uşağın xəstəxana yatışına səbəb ola bilir. Birazdan da indi hovuz mövsümü gəlir, dəniz mövsümü gəlir, onda da rotaviruslar, yəni mənim oğluma kifayət eləyir ki, bir gün hovuza daxil olsun və həmin gecədən artıq ürək bulanma və s. işə düşür. Amma düşünürəm ki, düzdür, immunitet möhkəmlənir. Hər dəfə uşaq xəstələndikcə xəstəliklərdir, viruslardır, qaçılmazdır. Yəni, böyüklük, kiçikli, bugün uşağı qoyaq, heç bir yerə icazə verməyək. Sabah bu uşağın bağçaya getmə dönəmi var, məktəbə getmə dönəmi var, bir sosial həyatı olmalıdır. Təbii ki, orqanizmdir da, robot deyilik, xəstələnməliyik, onunla mübarizə aparmalıyıq, güclənməliyik. Təbii ki, bütün bunların başında immunitet durur. Mən istəyərdim ki, siz bir baş həkim olaraq valideynlərə səslənək. Ümumiyyətlə, uşaqların immunitetini qorumaq üçün, güclü saxlamaq üçün nə etməliyik? Amma icazənizlə bir sponsorumuza təşəkkür edim. Ondan sonra Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti istənilən məkanda müşayiət. Ətraflı məlumat Ulduz 003 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və qeyd edim ki, elə studiyamızda olan baş həkimimiz də Leyla Medical Center
Centrın pediatriya filialının baş həkimi, pediatr pulmonoloq həkim Lalə Rəhimovadır. Davam edək immunitetlə, çünki bütün məsələ onun üzərində. Baxın, onun üzərindədir. 25 illik pediatrik təcrübədə ən çox rast gəldiyim xoşa gəlməz hallar. Uşaqların həddən artıq bəslənməsi, isti oranda, isti otaqda yatıdırılması, ümumiyyətlə uşağın immun sistemini tənzimləyən biz özümüzük. Valideyn olaraq uşaqlarımızın soyuq su içməsini təsdiqləməliyik, soyuq otaqda yatmasını tövsiyə eləməliyik. Məsələn, bəzi uşaqlar 24-25 temperaturda yatır. Bu halda uşağın yuxarı ilki qişaları quruyur, öskürəkləri yaranır. Nəzərə alaraq ki, uşaqlar 10 yaşa qədər, 8-9 yaşa qədər adenoid vegetasiyaları olur deyə, bu uşaqlarda hər hansı bir gecə öskürəklərinə nədən ola bilir. Otaq 18-19 olmalıdır. Nəmlik %40% müşahidə olunmalıdır ki, bu uşaqlarda uşaq sağlam, soyuq havada yatarkən immun sistemində təbii ki, yuxarı tənəffüs yollarının rezistentliyini artırır. Ondan əlavə vaxtında peyvəndləşmə, bu bizim ən böyük dərdimizdir. Çünki baxın... Düzdür, düzəlib indi biraz münasibət, amma yenə də amma qalır. Baxın, indi Azərbaycanda bir çox infeksiyaların, tək bizdə yox, ümumiyyətlə bütün dünyada, yəni bizdə əsasən xəstəlik nə zaman çoxalır? Miqrasiya, uşaqlar gedir, tətillərini qayıdır və o dediyimiz rotaviruslar, adenoviruslar, enteroviruslar tətildən bizə gəlir. Yox, bizdən gedir. Peyvəndlərdən, məsəl üçün, ən çox pneumoniyaların səbəbkarı streptokok pneumoniyadır, elementar bir bakteriya, hansına ki, peyvəndləşmə aparılır, prevenar peyvəndi. Hemofilus influenza. Bu hallarda da vacib olan peyvənd, o geksaksim 6-sı birində, 5-i birində olan peyvəndlərin içində olur. Pentaksim, geksaksim. Bu da önəmlidir. Peyvəndlərin aparılması, rotavirus dediyiniz aşı bilik uşaqlarda 6 aya qədər məsləhət olunsun. Onun 2 tip sxemi var, 2 və yaxud 3 oral peyvəndi, yəni bunları etsəniz uşağın immunitetini, yəni əsas ciddi infeksiyalarda qorumuş olursunuz. Həkim, bəs məsələn, uşaqlar xəstələnir, bəzən də paralel olaraq digər bir virusu da qapırlar. Bu da təbii ki, diqqətsizlikdən olur. Və sonra baxırsan ki, uşaq sağaldı, yəni qızdırma artıq yoxdur, uşaq qidaya qayıtdı, aktivliyi davam edir, amma öskürək, fəsad olaraq, yəni bir müddət, uzun müddət qalır. Baxın, onun da törəciləri, məsəl üçün, belə deyək, indi dediyim kimi o analizlərə gəlincə, PCR üsulu ilə, PCR üsulu ilə burun mutlaqdan yaxma zamanı bir çox infeksiyalar aşkarlanır, hansı ki, uzun müddətli öskürək nədən ola bilir. Məsəl üçün, yayılmış respirator sinsal virus, hansında ki, uşaq 2-3 həftə şiddətli öskürə bilir. Parakokluşlar, göy öskürəyin özü, yəni bunların hamısı uzun müddətli öskürək verir. Xroniki hala çevrilməməsi. Xroniki hala çevrilməsinin səbəbin altında bir çox yatan xəstəliklər ola bilər. Məsələn, allergiya. Yəni, danılmazdır ki, bizim qida rejimimizin uşaqların sağlam qidalanmaması, sağlam mühitdə yaşamamağı, yəni bir çox amillər var ki, uşaqlarda allergiya, məsələn, COVID dediyimiz koronavirusdan sonra biz həkimlər bir çox uşaqlarda COVID-dən sonra keçirilmiş autoimmun xəstəliklər, allergiyanın kəskinləşməsini tez-tez rast gəlir və hər bir halda əgər öskürək virusa bağlı 2-3 həftə çəkirsə, bu normaldır. Amma 2-3 həftədən artıq çəkirsə, hökmən pediatrınıza yaxınlaşın, çünki bu allergiya bağlı ola bilər, refluksa bağlı ola bilər. Yəni, refluks da indi çox, yəni, bilmirəm, valideynlər daha çox buna artıq diqqət göstərməyə başlayıblar. Bu da artıq problemdir. Refluksun əslində dərəcələri var. Demək olar ki, 1-ci, 2-ci dərəcə refluksda uşaqların əksəriyyətində var. Yenə də düzgün qidalanmamaq, abur-cubur şeylərdən çox istifadə eləmək, qazlı içkilərin, şirniyyatların tamamilə doğru. Bir də ki, əsas önəmli olan uşaq gecə yatar qarnına yemək yeməməlidir. 2 saat öncə son yeməyi 2 saat öncə olmalıdır. Çünki yeyən zaman, uzanan zaman yenə deyirəm, mədə şirəsi ifraz olunur, yuxarı tənəffüs yollarından traxeyanı qıcıqlandırıb gecə öskürəklərini artıra bilir. Və əsasən refluksda gecə öskürəkləri çox olur. Ona görə valideynlərə sağlam qida, yatmamışdan 2 saat qabaq yemək yeməməyi, bəzən qida zamanı hədsiz maye içməyi də tövsiyə eləmirik. Təbii ki, qazlı içkilərdən uzaq durmaqları vacibdir. Həkim, son 3 dəqiqəmiz var. Hər halda daha nələrə vacib toxunmalısınız? Düzdür, danışdıqlarımızın hamısı vacibdir, amma yekun olaraq yəni də əsas mesajlarımızı doğrudan da çox maşallah. Siz o qədər dolğun danışırsınız. Təşəkkür edirəm.
Ona görə istəyirəm sizdən daha çox faydalansınlar. Baxın, əsasən tənəffüs yolları gəlincə çeşidlənmə yuxarı-aşağı tənəffüs yollarının iltihabına bağlıdır. O da yaş dövrünə bağlıdır. Əsasən inaq dediyimiz nəyin üzərində qalım. Maalesef ki, Azərbaycanda hələ də bölgələrdən inaqdan rəhmətə gedən uşaqlar da görürük. Yad cisimlərdən rəhmətə gedən uşaqlar görürük. Yəni uşaqlarda əsasən nədir? Yuxarı tənəffüs və yaxud aşağı tənəffüslərin obstruksiyası, yəni tənəffüs yetməzliyi, işləmə qusmalardan fəsad gəlir. Yəni Bədən sağlamda suyunun uşaq azalması. 70% özü sağalır. Biz onu sadəcə dəstək oluruq. Ona görə maksimal dərəcədə nebulizerdən istifadə bir pulmonoloq kimi. Çünki biz öyrəşmişik 6 aylıq uşağa sirop veririk göz-kürək kəsici. Niyə olmaz? Çünki uşaqlarda ödem və spazm yaranır bronxda və təbii ki, biz üçüncü preparat olaraq Lazalvan, ACC, Pulmaxol istifadə etdikcə o onsuz da darlaşmış və ödemləşmiş bronxa biraz da bəlğəm gətiririk və bronxu boğulma tıxaclayırıq. Ona görə heç bir özünə hörmət etdiyi farmasevtik kampaniya 2 yaş altında, bəzilərində 6 yaş altı hər hansı bir öskürək kəsici, bəlğəm gətirici siroplara qadağa qoyur. Yəni ona görə nebulizerləri sevirik və bizdə Azərbaycanda maalesef ki, hələ düşüncə var ki, öyrəşəcək, astmaya törədəcək. Əsla. Əsas olan inqalyasiyaların vaxtında eləməsi yuxarı tənəffüs yolları nəmləndirir. Bronxun obstruksiyasının qarşısını alır, ödemi götürür. Zaten öskürək özlüyündə nəmlənir. Yəni xüsusi bir dərman istifadəyə də gərək yoxdur. Elementar salbutamol və yaxud bol maye da. Ən yaxşı bəlğəm gətirici mayedir. Mayesini bol eləyin. İnanın ki, 70% öskürəklərin özünə keçməsi, yuxarı tənəffüs yollarının açıq olmasını sağlayın. Yəni, burun tıkanmamalıdır. O üçün də dediyim kimi qayıdırıq evin hərarəti, evin iqlimi, burunun təmizlənməsi. Çünki nədən? Uşaqlarda ən çox susıq gələn otitlərdir. Otitlərin də yaman səbəbləri, yenə deyirəm, bir fizioloji Yevstah borusunun qısa və qorizontal olmağıdır və burun tıxanıqlı, selikli ifrazat arxa divarla orta qulağa belə deyək ki, soğurulur və qulaq iltihablarına gətirib çıxardır. Ən çox sıx-sıx gördüyümüz qulaq iltihablarına. Bir də ki, son olaraq pneumoniyalardan, yəqin ki, gündəmdə olan pneumoniyalardan çox eşitmişsiniz. Onların əksəriyyəti atipik pneumoniya adından bəlli olaraq niyə atipik? Çünki çox vaxt heç kəskin simptomları yoxdur. Uşaq 1-2 gün qızdıra bilər, həfif öskürə bilər, amma rentgenoloji müayinə zamanı, məsələn üçün, biz pneumoniyaları aşkarlayırıq. Ona görə hər bir halda uşaq 72 saatdan artıq hərarəti qeyd olunursa, öskürəyin tembri, səsi xoşunuza gəlmirsə, həkiminizə müraciət edin, bir mənalı. Bəzən təbii ki, valideyn olmaq gözəl bir hissdir. Təbii ki. Mən hər zaman deyirəm ki, xəstəxanaya 2 halda getmək lazımdır. Bir estetik əməliyyat üçün, bir də uşaq dünyaya gətirmək üçün. Hər ikisi çox pozitivdir. Yəni, nəticələri də gözəl olanda adam yəni sevinir. Və biz uşaqlarımız üçün bəzən onların otaqlarını bəzəyirik. Onlar üçün gözəl geyimlər, dəstəs geyimlər düşünürük. Zamanı gələndə onların oyuncaqlarına çox böyük pullar veririk. Daha sonra özləri başlayır internetdən seçməyə, yəni bahalı oyuncaqlar, hansısa cizgi filmi qəhrəmanları. Vaxt gəlir, hələ onlar bizdən bu smart telefonlardan istəyirlər, planşetlərdən istəyirlər. Bunlar hamısı gözəldir, valla imkan varsa edin. Amma düşünürəm ki, bunlardan da önəmli uşağa diqqət göstərmək. Yəni, misal üçün, nə qədər bizim uşaq otaqlarında nəmləndirici aparatlar valideynlər gedib ala bilər. Halbuki o oyuncağın elə eyni qiymətinə gəlir, çıxır o. Ona görə də düşünürəm ki, əslində çox xoş oldu. Siz o qədər gözəl, səmimi, yəni həkimlikdən də daha çox bir ana kimi belə məsləhətlərinizi verdiniz. Çox sağ olun, şad oldum. Təşəkkür edirəm. Qoy bütün uşaqlarımız sağlam olsun, valideynlərimiz övladlarına qarşı çox diqqətli olsunlar. Eynən. Çox sağ olun. Təşəkkür edirəm, çünki sağlam övlad, sağlam gələcək deməkdir. Təbii ki, sağlam və gələcəyimizdir bizim təbii ki. Təşəkkür edirəm gəldiyiniz üçün. Baş həkimə baxırdınız Realın efirində və mövzumuz uşaqlarımızla bağlıydı, uşaqlarımızın sağlamlığı ilə bağlıdır. Gələn həftə görüşmək ümidi ilə salamat qalın. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.